Kanala like atıp abone olmağı unutmayın. Bunları edin ki yeni videolar gelsin ve zəngi açın ki yeni videolardan xəbərdar olun. Taksi sürücülərinin şikayət etdiyi sərnişin minib düşmə məntəqələrinin azlığı məsələsi çox ciddi mövzudur. Lakin burada müxtəlif maraqlar arasında balans qorunmalıdır. Hər yerdə avtomobil saxlamağa icazə vermək qeyri-mümkündür. Oxu az xəbər verir ki, bu barədə Report.a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev bildirib. Agentlik rəhbəri qeyd edib ki, hazırda avtobus və velosiped zolaqlarının çəkilməsi ilə əlaqədar bir sıra məhdudiyyətlər yaransa da, artıq şəhərin 16 küçə və prospektində 28 xüsusi minib düşmə məntəqəsi istifadəyə verilib. Lakin o, ictimai nəqliyyatın intervalının hər şeydən vacib olduğunu vurğulayıb. Əgər avtobusun intervalı 3 dəqiqədirsə, onun zolağında bir taksinin hətta 15-20 saniyə dayanması qrafikin pozulmasına səbəb olur. Biz ya ictimai nəqliyyatın hərəkət intervalını prioritet saxlamalıyıq, ya da hər nöqtədə sərnişin düşürməsinə şərait yaradaraq sistemi iflic etməliyik. Bu, kompromis tələb edən məsələdir. Anar Rzayev taksi xidmətindəki problemlərin həllində sərnişinlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, bəzi vətəndaşların qeyri-real tələblərinin sürücüləri qayda pozmağa məcbur etdiyini bildirir. Bəzən vətəndaşlar, məhz burada məni düşürməlisən və ya tam dayandığım nöqtəyə gəlməlisən deyərək sürücüləri çətin vəziyyətə salırlar. Elə məkanlar var ki, ora avtomobillə yaxınlaşmaq mümkün deyil. Vətəndaşlarımızdan xahiş edirik ki, sürücülərə anlayışla yanaşsınlar. Sürücülərin peşəkarlıq səviyyəsinə toxunan AYNA sədri qeyd edib ki, bugünə qədər 67 min sürücü xüsusi təlimlərdə iştirak edib, həmin sürücülər dərs oxuyub. Dövlət İmtahan Mərkəzində imtahan verərək fəaliyyətə başlayıblar. Onlar böyük əmək sərf edirlər və gün ərzində kifayət qədər çətin şəraitdə çalışırlar. Sərnişinlərin nöqtə-bə-nöqtə tələbləri azalarsa, sürücülər üçün də qaydalar çərçivəsində işləmək daha rahat olar. Sonda bildirilib ki, AYNA balanslı həll yollarının tapılması və taksilərin dayanması üçün şəraitin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir. Buna görə tətbiq olunan cərimələr xeyli azalıb. Anar Rzayev bazar günləri bəzi şəxslərin sürücülərdən qanunsuz ödəniş tələb etməsi məsələsinə də toxunub. Bu, sadəcə vətəndaşdan əsassız şəkildə pul tələb etməkdir. Belə hallarla qarşılaşdıqda hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. Azparking əməkdaşları da mütəmadi olaraq maarifləndirmə işləri aparırlar. Artıq əksər vətəndaşlar bilir ki, bazar günləri parklanma pulsuzdur və ödəniş tələb edilməsi qanunaziddir. Qanunsuz parklanma ödənişi tələb edənləri gözləyən cəzalardan danışan AYNA rəhbəri vurğulayıb ki, qanunvericilikdə bununla bağlı kifayət qədər ciddi məsuliyyət tədbirləri, yüksək məbləğdə cərimələr, hətta bəzi hallarda inzibati həbs nəzərdə tutulub. Hüquq mühafizə orqanları bu istiqamətdə müvafiq tədbirlər görürlər. Əslində, bu məsələyə yolda vətəndaşdan qanunsuz şəkildə pul tələb edilməsi kimi yanaşmaq lazımdır. Necə ki, kimsə parkın girişində dayanıb sizdən əsassız ödəniş tələb etsə, bu qəbul olunmaz və qanunsuz hesab edilər. Eyni yanaşma burada da keçərlidir, deyə Anar Rzayev əlavə edib.